Gəlin sizə ruslar demişkən naqliyyatını, yəni konkret göstərərək qoşmaları yadınızda saxlamanıza kömək edim. Necə? Diqqətli olun. Na qoşması. Məsəl üçün, ruçka na kniги və yaxud na tetradi. Ruçka kitabın və yaxud dəftərin üstündədir. Ruçka перед книгой. Ruçka kitabın qarşısındadır. Ruçka за книгой kitabın arxasındadır. Ruçka рядом с книгой. Ruçka kitabın yanındadır. Bu hissədə də kniga olsaydı, deyəcəydiniz ki, ruçka между книгами. Ruçka kitabların ortasındadır. Ruçka в книге. Ruçka kitabın içərisindədir. Amma məsəl üçün, bağlı məkandan, bağlı yerdən çıxmağı göstərirsinizsə, onda iz qoşmasından istifadə edəcəksiniz. Bayaq sizə dedim, na kniги. Burada məsafə olsaydı, siz deyəcəydiniz ki, nад книгой. Məsafə var. Под книгой, onda altında. Kitabın altında. Ümid edirəm ki, rahat başa sala bildim. Əzizlərim, hər biriniz rus dilində B2 səviyyəsində rahat danışa bilərsiniz. Necə? Aşağıda məlumat bu haqda ətraflı vermişəm. İndidən başda ki, bir neçə aya sən də rahat rus dilində danışa biləsiniz və inanın ki, mənə sabah sağ ol deyəcəksiniz ki, yaxşı ki, bu video qarşıma çıxdı.